Dünən gecə saatlarında Daxili İşlər Nazirliyi tərəfindən aparılan araşdırmalar nəticəsində tapılan 2 azyaşlı qız Azərbaycan Uşaqları İctimai Birliyinin Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə yerləşdirilib. Bu barədə APAya açıqlamasında Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmali Ağazadə bildirib. Qeyd edilib ki, polis əməkdaşlarının iştirakı ilə dünən 2 azyaşlı təhlükəsizliyinin təmin edilməsi, hüquqlarının qorunması və reabilitasiyaya keçməsi məqsədi ilə sığınacağa qəbul olunub. Tərəfimizdən dərhal hər iki uşaq ilkin tibbi müayinələrdən keçirildi. Hazırda vəziyyətləri orta stabildir, psixoloji gərginlikləri var. Tapılan yeniyetmələrin valideynləri bildirib ki, tapılan qızlardan biri evlənmək məqsədi ilə gedibmiş, sevdiyi oğlanın evində olublar. Qeyd eləyək ki, yetkinlik yaşına çatmayan qızları evində gizlədən, axtarışların aparılmasını bilə-bilə polisi məlumatlandırmayan taksi sürücüsü Sabunçu rayon polis idarəsi əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib.